69 saylı Cəlilabad Masallı Biləsuvar seçki dairəsində namizəd Murad Hüseynov seçicilərlə görüşə start verib. Görüşlər rayonun Pirvolni, Kazımabad və Masallı rayon Təklə kəndində keçirilib. Seçicilər namizəd Murad Hüseynovu böyük coşqu ilə qarşılayıb, ilk görüş Pirvolni kənd mədəniyyət evində baş tutub. Kənd ağsaqqalları və gəncləri tribuna qarşısında çıxış edərək öz problemlərini bildiriblər. Hüseynov Murad Əliyoğlu 5-ci deputat seçkilərlə namizədliyinə əsasını qoyur. Hüseynov Murad ali təhsilli İdman Akademiyasını qutaran bir şəxsi mətbuatın rəhbəridir. Öz namizədliyin verdiyi üçün siz də sahib gəlmişsiniz, Allah sizdən salamat eləsin. Gəlmişsiniz namizədliyin irəli sürmək. Hüseynov Murad Əliyoğlu Qarabağ uğrunda gedən döyüşlərdə qardaşı şəhid olub. Özü isə ali məktəbi qutarandan sonra həm müəllim işləyib, həm də mətbuatda çalışan bir şəxs. Bu mənim həmkarımdır. Mən bunu ən yaxından tanıyıram ki, hər bir problemlərdə gəlib öz sözünü deyən şəxslərdən biri olur. Bu günlərdə cavandır. Biz bunun gələcəyi nəzərə almalıyıq. Geniş bir əslahın seçilərini toplamalıyıq və buna biz dəstək olmalıyıq. Mən Hüseynov Murad Əliyoğlunu tanıyıram. Onun düzü-düz, əyri-əyri deməyini görmüşəm. Cəsarətlidir, hər yerdə öz sözünü deyə bilir, mətbuat işçisidir. Bu sahədə ümumiyyətlə kim ona nə müraciət edib, hamısındakı yerinə yetiribdir. Baxmayaraq ki, bir günə qədər hələ o deputat deyil. Lakin onun bir ay ərzində ona müraciət edənlərin sayı ilə 5 il, 10 il işləyən adamlar var ki, deputat işləyirlər. Onlara müraciət edənlərin sayını müqayisə edəndə Murad müəllimə müraciət edənlərin sayı hədsiz dərəcədə çoxdur. İndinin özündə də hər sahədə ona kömək edir. Bəziləri Məriş müəllim onun deməli qardaşının Qarabağ döyüşlərində həlak olmasından danışdı. Deməli vətənpərvərlik hissi bu adamda çox güclüdür. Bütün sahələrin nüfuz eləmək qabiliyyətinə malikdir. Onun həm mədəniyyət, həm səhiyyə, həm təhsil işlərində bütün sahələrə öz köməkliyini əsirgəmir. Məsələn, ən konkret misallara keçmək istəyirəm. Bir neçə xəstə vardı ki, hansı ki, ona küllü miqdarda vəsait lazımdır müalicə olmaq üçün. Məsələn, Murad müəllim həmin adamların necə təşkil edib, onu sizə deyim. Deməli, hamıza məlumdur ki, ANS televiziya studiyasının verilişləri vardı. Ora hər adam gedib düşə də bilmir. Məsələn, Murad müəllim həmin adamlardan təşkil edib, göndərib ora və böyük vəsait yolubdur, həmin adam müalicə olunubdur və indi də müalicə olunur. Deməli, onu təşkil edən bu adamdır. Prezidentimiz istəyir ki, bu seçkilər çox şəffaf, ədalətli, saxtakarlığa yol verilmədən keçirilsin. Məsələn, mənə elə gəlir ki, şəffaflıq olacaq və hamı çalışacaq, deməli, Murad müəllimə səs verəcək. Murad müəllimi mən də bir neçə ildir tanıyıram. Tanıdığım müddətdə də Murad müəllimin alicənab, vətənpərvər, insanpərvər və prezidentimizin ətrafında sıx birləşməyə çağıran bir insan kimi tanımışam. Mən başqa söz demək istəmirəm, çünki Məriş müəllim də, Abdullah müəllim də Murad müəllim haqqında
və sözlər deyirlər. Onun mənə elə gəlir, tərbiyə ehtiyacı da yoxdur. Çünki onu tanıyanlar bilir ki, Murad müəllim necə oğlandı, sözün üstündə duran oğlandı. Sadəcə olaraq bunu deyirəm, hamını, istər mənim qohum əqrabalarımı, istər kənd cəmaatın Murad müəllimə səs verməyə çağırıram. Murad müəllimə səs vermək, prezidentimizə daha yaxınlaşmaq, onun fikirlərini dəstəkləmək deməkdir. Yenə də xahiş edirəm, hamı Murad müəllimə səs versin və prezidentimizin, Murad müəllimin vasitəsilə prezidentimizin ətrafında birləşməyə çağırıram hamını. Sağ olun. Xoş gördük. Həqiqətən Murad müəllimlə biz həmkar olduğumuza görə demirəm. Murad müəllim həqiqətən yerli əhaliyə çalışıb ki, var gücü ilə kömək eləsin. Mən də bir həmkar kimi, bir yoldaş kimi, bir Pirvoni bir saylı məktəbin müəllimi kimi ziyalıları, burada oturan kənd sakinlərinə demək istəyirəm ki, gəlin həqiqətən mərdi yana, elin oğludur, öz üçümüzdən seçilən cavan müəllimimizdir, cavan ziyalımızdır. Gəlin dəstək olaq. 69 saylı idarədən Cəlilabad Masallı Biləsuvar Sevgi Dairəsindən 8 nəfər namizədi irəli sürülür. Bugünkü gündə reallığa qalsa hamıya məlumdur ki, vətəndaşların sosial problemlərin bəzi məsələlərində həllinin tapmasında Region Xəbər İnformasiya Agentliyinin rəhbəri Murad müəllimin dəstəyi çox olub. Biz gənc kadrlar olmaqla hörmətli ölkə başçımız cənab Prezident İlham Əliyevin ətrafında toplanıb vətəndaşların sözün deyə bilmədiyi sözü biz kamera vasitəmizlə çatdırmışıq. Bəzi məsələlərə həllini tapıb, gələcəkdə də inşallah məsələlərin yolunu, həlli yolunu tapacaq. Bu günləri kəndim, Pirvoni kəndi anadan olduğum yerdə mən həm yerlərimdən üzümü tuturam. Murad Hüseynov sizinlədir, həmişə sizinlə olubdur. Səs verməyə sizin əlinizdədir. Yəni, bu günləri özü bilirsiniz ki, 2-5 illik çağırışda hörmət etdiyimiz Fəzail müəllim millət vəkili kimi görmüşük. Amma bir şey var ki, Milli Məclisdə elə məsələlər var ki, onu vətəndaşların problemlərini orada sağlaya bilər. Yəni, durub dinməyə bilməyəsən, məsəl üçün, tribunanın qarşısında ən azından Cəlilabad rayonunun Cəlilabad Masallı Biləsuvar rayonunda yaşayan əhalinin sosial problemləri ən azından qaldırmaq bu sizin bilavasitə borcunuzdur. Ancaq ona baxmayaraq, mən hələ bir media işçisi olaraq görməmişəm ki, Fəzail müəllim bu məsələləri orada işıqlandırsın. Mən sizdən xahiş edirəm ki, real namizədi, gördüyünüz real namizədə səs verəsiniz. Ən azından sizi yaxından, sizə yaxından olan, köməkdar olan Murad müəllim həmişə sizin ətrafınızdadır. Bizi salamlayıram. Çox sağ olun ki, Qızıldan qiymətli vaxt zahiri mənimlə görüşə gəlmişsiniz. Təbii ki, bu görüş hər bir seçicinin daha qarşıdakı 5 illik həyatının müdəyyəratını həll edir. Bu, bir vətəndaş kimi bizim borcumuz ki, namizədlərlə görüşüb və namizədləri dinləmək və onlara təklif irəli sürmək. Təbii ki, siz çox namizədlər görürsünüz, sadəcə sizə əl çaldırıblar. Mən sizə bura əl çalmağa yox, bir seçici olaraq namizədin qarşısında ona təkliflər irəli sürməyi məsləhət görərdim. Və problemlərinizi burada işıqlandırmağa məsləhət görərdim. Mən Hüseyn Murad Əlioğlu, 69 saylı dairədən Cəlilabad Masallı Biləsuvar Sevgi Dairəsinin namizədəm. Mən digər namizədlərdən fərqli olaraq sizə yağlı vədlər verməyəcəm. Sizə yol çəkərəm, sizə qaz çəkərəm, sizə məktəb tikdirəcəm, onu demərəm. Mən istəyərdim ki, məni bugünə qədər necə tanımısınız, elə də sona qədər tanıyasınız. Mən bir gələcəkdə inşallah mənə etimad göstərib, millət vəkili kimi görmək istəyərsinizsə əgər, parlamentdə sizi təmsil edərəmsə, bəli, hər 3 aydan bir sizin içərinizdə olaram, sizin evinizdə olaram, kasıbların yanında olaram, əzilmişlərin yanında olaram, köməyə ehtiyacı olan insanların yanında olaram. Ən azından mən Göytəpədə yaşayıram. Parlamentə gəlməyə ehtiyac yoxdur. Elə Göytəpədə Hüseyn Murad Əlioğlu'nun evin kimdən soruşsun, sizə göstərəcək. Ən azından mənim, necə ki insanlar bu günləri hüquq yardım almaq üçün mənim evimə gəlir. Bax, siz o zaman da gəlib orada sözünü deyə bilərsiniz. Artıq yuxarılara müraciət eləməyə ehtiyac olmaz.
Hörmətli seçicilər, baxın görün, bu günləri müasir dövrdə yaşayırıq, amma təhsilimiz hansı vəziyyətdədir? Qarşıdan qış gəlir, hər biriniz valideynsiniz, babasınız, nəvələriniz məktəbə gedir. Siz düşünürsünüzmü, sabahları soyuqda sizin nəvələriniz 4 divar arasında təhsil ala biləcək ya yox? Məktəblərdə istilik sistemi tamamilə bərbad vəziyyətindədir. Xəstəxana səviyyəsi demək olar ki, yoxdur. Eyni zamanda yollar, şükür Allah çox sağ olsun, dövlətimiz qaz layihəsini ölkəmizdə geniş formada həyata keçirilir, şəhərlərə qazlaşdırma sistemi həyata keçirilir. Arzu edirəm ki, bu problemlər tez bir zamanda aradan qalxsın. Sizlərin hər birinizi, demirəm mənə səs verin, amma layiqli, xalqa, vətənə xidmət edə biləcək bir namizədi seçin. Unutmayın ki, siz bu seçkilərə getməzsinizsə, sizin səsiniz saxtalaşdırılacaq və sizin səsiniz istəmədiyiniz bir insana veriləcək. Və daha da 5 il həyatınız, necə ki bu neçə il 5 illəri qaranlığa qərq olub. İstəməzsinizsə, əgər həyatınız 5 illik qaranlığa qərq olunsun, layiqli namizədə səs verin. Hörmətli seçicilər, bu günlər ünvanlı sosial yardım demək olar ki, sahibinə düzgün çatdırılmır. Əksəriyyətsiz bu günləri işsizsiniz. Burada cavanlar oturub. Dövlətimiz bu günləri cavanlara üstünlük verir ki, ölkəni cavanlar təmsil etsin. Bəli, yaşlı nəsillərimizin Allah canı salamat eləsin. Onlar bir üçün bir həyat qoydu. Yəni, yaşlılar olmazsa, təbii ki, bu cavanlar heç bir örnək götürə bilməz. Mən sizləri birgə olmağa çağırıram. Mən sizləri seçkilərə getməyə çağırıram. Unutmayın ki, seçkilərə getməzsənizsə, sizin səsiniz saxtalaşdırılacaq. Əgər siz mənə etimad doğrulub seçərsinizsə, millət vəkili görərsinizsə, inanın ki, söz verirəm vicdanıma. Mən əgər seçilsəm belə, seçilməsəm belə, yenə də bu xalqın içindəyəm. Və sizin yenə də hər zaman necə ki, yanınızda olmuşam, olacam da. Çox sağ olun, təşəkkür ederim. 69 saylı Cəlilabad Masallı Biləsuvar seçki dairəsində namizəd Hüseynov Murad Əlioğlunun Cəlilabad rayon Kazımabad kənd və Masallı rayon Təklə kənd ərazisindəki seçkilərlə görüşlərini gələn süreçlərimizdə sizlərə təqdim edəcəyik. Kamran Kamiloğlu, Asəf Göytəpəli, Region TV xəbər, Cəlilabad Masallı.